Bakının mərkəzində hər kəsə baxan, amma heç kimin diqqət etmədiyi bu gözlərin kimə aid olduğunu bilirsiniz. Bu, dünya tarixini dəyişən super şpion Richard Zorge'dir. O, 1895-ci ildə məhz Bakıda sabunçudan anadan olub. Yaponiya və Almaniyanın ən məxfi sənədlərinə çıxış tapan Zorge, Hitlerin SSR-yə hücum tarixini və Yaponiyanın hücum etməyəcəyini xəbər verərək Moskva döyüşünün taleyini həll etdi. Lakin 1941-ci ildə Yapon gizli polisi onu casusluqda ittiham edərək həbs etdi. SSR rəhbərliyi isə onu tanımaqdan imtina edib taleyin öhdəsinə buraxdı. Ağır işgəncələrdən sonra Zorge 1944-cü ildə Tokyo həbsxanasında asılaraq edam olundu. Məhz buna görə Bakıdakı bu abidə bütöv insan kimi deyil, çərçivədən baxan gözlər şəklində işlənib, onun təhlükəli, kölgədə qalan həyatını və amansız sonluğunu simvolizə edir. Nəsimi rayonundakı bu parka düşsəniz, bu gözlərə bir də diqqətlə baxın. Bu faciəvi hekayəni bilirdiniz, fikirlərinizi rəydə yazın. Daha çox belə dosyalar üçün səhifəni izləməyi unutmayın.